Cibimdəki 200 manatı həmin dilənçi qadına verdim. Gündəm xəbərin efirində 14 mart tarixidir və bir maraqlı xəbəri diqqətinizə çatdıracağıq. Belə ki, Gündəm xəbər axşamaza istinadən bu məlumatı diqqətinizə çatdıracaq. Xalq artisti Ofeliya Sənani küçədə dilənçi qadınla yaşadığı maraqlı bir hadisəni tamaşaçılarla bölüşüb. Belə ki, ötən günlər verilişində qonaq olan aparıcı məhz insanlara səslənərək onların xeyirxah olmalarını dilə gətirib. Hadisə isə belədir. Ofeliya Sənani bildirir ki, bir dəfə küçədə gedirdim və bir qadın dilənirdi. Elə gözəl xanım idi, dedim ki, sizə yaraşmır, gedin evə. Pensiyamı almışdım, çıxarıb 200 manat verdim ki, evə get. Elə alicənab xanım idi. Sən demə, əvvəl müəllim işləyirmiş, indi pensiya ona çatmır. Ünvanına, ad soyadına aldım. Zəng elədim ki, heç olmasa onun pensiyasını artırın və artırdılar deyə Ofeliya Sənani proqramda bildirib.